Yollanırıq Biləsuvara. Biləsuvar rayonunda qoyunçuluqla məşğul olan onlarla fermer min bir zəhmətlə əldə etdiyi tonlarla yunu satmağa bazar tapa bilmir. Tədarük məntəqələrinin olmaması təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə qoyub. Ardını ilə təfərrüatlı şəkildə sujetdən izləyək. Respublikamızın əksər bölgələrində olduğu kimi Biləsuvar rayonunda da qoyunçuluq təsərrüfatlarında hazırda fermerlər yun satışı ilə ciddi problemlə üz-üzə qalıblar. Hazırda dayandığımız bu qoyunçuluq təsərrüfatında da təxminən 200 başdan artıq xırda buynuzlu saxlanılır və sahibkarın sözlərinə görə yun qırxımı zamanı təxminən 600-700 kiloqrama yaxın yun məhsulu götürüləcək. Lakin bunun satış üçün tədarük məntəqələri olmaması üzündən kəndlilər məcburiyyət qarşısında qalaraq onu yandırmaq və yaxud da dərin çuxurlara bastırmaqları nəzərdə tutublar. Hər il yaz-yay aylarında qoyunların qırxımı mövsümü başlayanda Biləsuvarlı fermerlərin də dərdi 1-ə 5 artır. Rayonda sayı 142 min başı ötən qoyunlardan il ərzində 300 tondan çox yun əldə olunur. Ancaq nə rayonda, nə də ətraf bölgələrdə bu məhsulu qəbul edən tədarük məntəqəsi fəaliyyət göstərir. Fermerlərin sözlərinə görə vaxtında satılmayan yun anbarlarda qaldıqca keyfiyyətini itirir, qurd düşür və istifadəyə yararsız hala gəlir. Nəticədə milli sərvət hesab olunan bu xam mal tullantıya çevrilir, bəzənsə yandırılaraq məhv edilir. Başqa sözlə, bir illik zəhmət göz görə-görə külə dönür. Mən keçən illəri 750 tona yaxın yun tədarük etdi heyvanlardan. Onu heç bir yerə sata bilmədim. Bu yaxında indi göstərə də bilərəm. Biz orada yandırdıq, bastırdıq. İndi də bugünkü vəziyyəti eyni vəziyyəti yaşayacağıq. Biz qırxım qutaran kimi heç bir məntəqə yoxdur ki, biz aparaq heyvanlarımızın o yununu təhvil verək. Bizim məqsədimiz ancaq çatdırmaq, kənd təsərrüfatı rəhbərliyinə, yuxarı orqanlarda bu işlərə nəzarət edən qurumlara çatdırmaq istəyirik ki, biz fermerlərdə bu nəzərə alınsın. Bunun yemi var, onun işçinin əməqsi var, qırxımla əlaqədar işçilər gətirmişik. Valla öz cibimizdən xərcləyirik. Hər ildə də qırxımda 500-600 kilo yun götürürük, yandırırıq. Bizim qonşu ətraflarda da təsərrüfatlar var. Bir neçə, ondan yuxarı qoyunçuluq təsərrüfatları var. Onlar da mənim günümdədir. Belə ziyana işləyirlər. Fermerlər hesab edirlər ki, bölgədə yun emalı müəssisəsinin yaradılması problemin həllinə ciddi töhfə verə bilər. Bu, həm yun məhsullarının istehsalını genişləndirər, həm də yüngül sənayinin inkişafına təkan verər. Emal olunan yundan parça, geyim məhsulları və xalçaçılıq üçün xam mal kimi istifadə etmək mümkündür. Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin də mövqeyini öyrəndik. Sevindirici hal kimi qeyd edə bilərəm ki, Azərbaycan Respublikasının kənd təsərrüfat məhsullarının istehsal və emalının inkişafına dair 2026 və 2030-cu illər üçün nəzərdə tutulmuş dövlət proqramı hazırlamışdır ki, və bu proqramda qoyunçuluğun inkişafına dair və fermerlərin mövcud problemlərin həllinə dair məsələlər öz həllini tapmışdır və Biləsuvar daimi olaraq dövlət proqramı çərçivəsində üzərimizdə düşən bütün öhdəliyi yerinə yetirəcəyimizə fermerlərə əminliklə bildirmək istəyirik. Biləsuvarlı fermerlər indi ümid edirlər ki, onların səsi aidiyyəti qurumlara çatacaq və hər il yüzlərlə ton yunun məhv edilməsinə səbəb olan problem yaxın zamanda öz həllini tapacaq.